Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Krasny Seloda, yəni Qırmızı kənddə mənə deyilənə görə 3,8 sot torpaqda bir zal 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən deməli darvazadan giriş hissəsində yerləşirəm. Yəni burada necədir? Hər iki tərəfə, hər iki küçəyə çıxış var. Hal-hazırda bax bu durduğum yer deməli maşın üçün giriş darvazasıdır. Navesin alt hissəsidir. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bax evin xarici görünüşünü bağça tərəfdən görürsünüz. Bax necə var? Bu cürdə video çəkilir. Qiyməti 60 min manatdır. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Qarşıda isə siz baseynini görürsünüz. Hardasa 6 tonluqdur. İnsan hamamına keçirəm. Hamamı məhlədədir. Razdevalkasını görmək mümkündür. Deməli bax bura deməli hamamıdır. Bax necə görürsünüz? Yenidən bu sözü təkrar edirəm. Deməli dediyim kimi bağçası məhəllədə yerləşir. Qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən bağçasını görmək mümkündür. Bağçasında təxminən 4-5 ağac növü var. Bir də ki gül çiçəkləri görmək mümkündür. İsti sistemi 2 minutqadır. Kombisi var. Ancaq o isidən deməli cihaz işləmir. Mənə bu cür deyilib. Yenidən bax belə bir mini navesin alt hissəsini sizə göstərirəm. Çox yaxınlıqdan 19 nömrəli marşrut işləyir. Küçəsi asfaltdır. Yəni ikinci tərəfə olan küçəsi. Piyada gediş giriş çıxış qapısının olan tərəfdə deməli küçə asfaltdır. Bax belə bir həyət evinin qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Dediyim kimi bir zal 2 otaqdır. Zalın uzunluğu 8, eni 4 metrdir. Bax polu deməli 2 yerdə polu bu cürdür. 2 yerdə 2 otaqda isə bağışlayın. 2 otaqda isə deməli taxtadır, möhkəm materialdır. Bax burada belə baxıram kiçik görsənir, ancaq 8-in 4-dədir ölçüsü. Bura isə mətbəxidir. Mətbəxi ölçüsü 2,5-ın 4-də. Badvalı var. Badvalın qapısı bax qarşıda gördüyünüz yerdir. Yenidən deməli siz zalını görürsünüz. Bax bu cürdür. Çox yaxınlıqda bildiyiniz kimi ərazidə ancaq 13 nömrəli orta məktəb yerləşir. Yəni bu ərazinin əhalisi bilir ki, ancaq bura aid 13 nömrəli orta məktəb yerləşir. Məsafə təxminən olar 500 metr. Bura isə otaqlardan biridir. Bu otağın ölçüsü 4-ün 5-ədir. Bax deməli yenidən mən sizə otaqlardan birini göstərirəm. Polu gördüyünüz kimi taxtadır, möhkəm materialdır. Burada belə bir mini otaq var. Bu otağın ölçüsü isə deməli 2-nin 3-ədir. Bax belə bir həyət evinin qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mən qapıdan giriş hissəsində yerləşirəm. Burada da hardasa 2,5-ın 4-də bax belə bir otaq var. Videoda nəsə kiçik görsənir. Qoy bir balaca başqa cür göstərim. Bax bu cürdür. Bax buranın ölçüsü deməli 2-nin 4-dədir. Bura isə 5-in 5-ədir. Bax belə bir həyət evinin qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə. Nəsə videoda kiçik görsənir. Ancaq ölçülərini dediyim sizlərə uğurlar.